Tesla'nın Azərbaycandan İsveçrəyə gedirik 4-cü günümüz. Hazırda İtaliyadayıq. Bu gün səhər Yunanistandan İtaliyanın Bari şəhərinə gəmi ilə keçdik və ilk enerji dolumumuzu eləyib yola çıxırıq. Bugünlük hədəfimiz isə Florensiyadır. 800 kilometr yol bizi gözləyir. Ötən vlogda harda qalmışdıq? Bəli, gəmidə. Gəmiyə minirəm və yorğunluqdan dərhal sönürəm. 10 hours later. Gəmilər İtaliyanın bir neçə şəhərinə gedir. Mən Bari reysinə çata bilirəm, amma Florensiyaya daha yaxın Ancona şəhərinə də reys var, amma ona çata bilmədim. Qiymətlərlə bağlı açıqlamalarda yazıram və məsləhət görürəm ki, kupe götürüb yaxşıca dincələsiz. Kupe 4 nəfərli idi. Yuxarıda da yataqlar var. Amma mənim kimi bəxtiniz gətirsə, kupedə tək qala bilərsiniz. Əlavə olaraq kupe nisbətən qiyməti yüksəkdir. Aşağıda oturacaqlar var. Həmin oturacaq seçimini də eləyə bilərsiniz. Amma belə məsələ var ki, 10-20 saatlıq gəmi səyahət ona görə məsləhətdir ki, kupe götürəsiz. Bari reysi səhər İtaliyaya çatır və yuxudan duran kimi gəmidən düşürük. Düşən kimi də birbaşa sərhəd polisi maşınları yoxlamağa başlayır, amma gəmidə məndən başqa bir Tesla da var idi. Bizi birbaşa buraxırlar. Bilmirəm Teslaya olan hörmətidir ya nədirsə, biz də yolumuza davam eləyirik. Buradan Florensiyaya təxmini 800 kilometr yoldur. 31% ilə yola çıxmışdım və 9% qalan kimi qabağıma ilk çıxan stansiyada dayanıram. İtaliyada stansiyalarda qayda fərqli olduğu üçün proqramı tapıb yükləmək 40 dəqiqə vaxtımı alır. Burada qayda belədir ki, bir stansiya bir neçə müxtəlif proqramla işləyir. Yəni hesab eləyin ki, stansiya şirkətlərə arendaya verilir və hər proqramın öz tarifi, öz qaydası var. Nəysə birini tapdım, nəhayət ki, qeydiyyatсыз filan qiyməti baha olsa da enerji dolumu elədim. 90 manat enerji dolumunu görəndə dərindən bir nəfəs aldım. iVolt'un kilovatı 26 qəpik olan enerjisinə dua eləmədim deyil açığı. Yolumuza davam eləyirik. Yol boyu 3 dəfədə enerji dolumu eləyirəm. Birinci dəfədən proqramı yüklədiyim üçün növbəti dəfələrdə artıq daha rahat və vaxt itirmədən dolumları eləyirəm. Stansiyalar Türkiyədən fərqli olaraq 150-180 kilovat enerjini verir. İkinci, üçüncü maşın olsa da qətiyyən problem yaşamırsan. Çünki ölkənin enerji infrastrukturu əladır və alternativ enerjidən də istifadə eləyirlər. Axırıncı dəfə enerji dolumunda mağazada bir suya 6 manat verəndən sonra dedim yox, artıq otelə çatmağın vaxtıdır. İtaliya yollarında isə diqqətimi çəkən məqam yollarda hədsiz dərəcədə çox tırların olması idi. Yüksək sürət həddi olsa da tırlar insanı çox yorurdu və mane olurdular. Axşam gəlib çatıram Florensiyaya. Özünüz bilirsiniz də İtaliyada oğurluq hadisələri çox olur. Ona görə də Caspian Breeze Travel parkinq olan otel təşkil eləmişdi. 2 gecə buradayıq. Daha sonra isə İsveçrəyə doğru son addım izləmədə qalın.